Yeni Yasamal'da en güzel inşa olunmuş binalardan birinde 2 otaqlı, kupcalı, ideal təmirli bir mənzil çox ucuz qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın Albalı uşaq bağçasının yaxınlığında yeni inşa olunmuş 16 mərtəbəli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 74 kvadrat olan 2 otaqlı, tam təmirli, sənədi kupçu olan bir mənzildir. Bütün əşyaları ilə birlikdə satılır, tək kondisioner götürüləcək. Dəyərli izləyicilər, binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər, əvvəldə də bildirdiyim kimi 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxındır və 211 nömrəli avtobus xəttinin sonuncu dayanacağı demək olar ki, eyni məsafədə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın Albalı uşaq bağçasının yaxınlığında yeni inşa olunmuş 16 mərtəbəli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 74 kvadrat olan, sənədi kupçu olan, ipotekaya yararlı olan, qazı, suyu, işığı daimi olan, liftləri işlək vəziyyətdə olan bir binada yerləşir və ən əsas məsələ ondan ibarətdir ki, mənzilin sənədi kupçadır, ipotekaya yararlıdır və mənzil tam əşyalı olaraq satılır. Təkcə kondisioner götürüləcəkdir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 170 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, aşağı yeri də mümkündür. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonu Elmlər Akademiyası metro stansiyasının yaxınlığında 7 otaqlı mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak yerləşir Yasamal rayonunda İsmail bəy Qutqaşınlı küçəsində yeni inşa olunmuş 14 mərtəbəli binanın 13-cü mərtəbəsində ümumi sahəsi 342 kvadrat olan 2 mənzilin birləşməsi, yəni biri 3 otaqlı olmaqla, biri 4 otaqlı olmaqla 2 mənzil birləşdirilibdir. Hal-hazırda 6 otaqlıya düzəlibdir, dəniz mənzərəlidir, ideal proyektdir. Binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər, əvvəldə də bildirdiyim kimi Elmlər Akademiyası metro stansiyasına da və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzil tam təmirlidir, sənədi kupçadır. Videomuzu sonadək izləyin, şok qiyməti sizə deyəcəyim və ən əsas məsələ də ondan ibarətdir ki, bu mənzili alana qaraj hədiyyə olunacaq. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Sovetski deyilən ərazidə İsmail bəy Qutqaşınlı küçəsində yeni inşa olunmuş hündür mərtəbəli binanın 13-cü mərtəbəsində ümumi sahəsi 342 kvadrat olan 2 mənzilin, yəni biri 3 otaqlı, biri 4 otaqlı olmaqla birləşməsindən düzəldilmiş bir mənzildir. Hal-hazırda 6 otağa da düzəlibdir, tam təmirlidir, ideal proyekti var, mənzilin çıxarışı var,
Kompleks haqqında yaşıllıq və uşaq meydançası, 2 mərtəbəli yeraltı avtomobil dayanacağı, 7/24 müşahidə kameraları və mühafizə sistemi var. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 1.750.000 manatdır. Real alıcı olarsa endirim etmək də mümkündür. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Təcili olaraq yeni yasamalda 3 otaqdan 4 otağa düzəlmə 150 kvadratlıq kubcalı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində. Mən heç də bura Yeni Yasamal deməzdim, çünki Şərifzadə küçəsi ilə arasında təxminən 250-300 metrlik məsafə var. Dəyərli izləyicilər, bu bina, yəni yeni inşa olunmuş bina yerləşir Əsəd Əhmədovda. Hündür mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir mənzil. Ümumi sahəsi 150 kvadratdır, tam təmirlidir, sənədi kubcadır, ipotekaya yararlıdır. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzil həm əşyalı, həm əşyasız olaraq satıla bilər. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin girişində hündür mərtəbəli yeni inşa olunmuş binanın 2-ci mərtəbəsində. Ümumi sahəsi 150 kvadrat olan tam təmirli, təmirində keyfiyyətli materiallardan istifadə olunmuş bir mənzildir. 2 böyük balkonu var. Mənzil əvvəldə də bildirdiyim kimi 3 otaqdan 4 otağa düzəlibdir. 2 sanitar qovşağı var. Qazı, suyu, işığı daimidir. Sənədi kubcadır, ipotekaya yararlıdır. Mənzil həm əşyalı, həm əşyasız olaraq satıla bilər. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına və həmçinin metroya piyada 7-8 dəqiqəlik məsafədə yerləşir. Bu mənzilin qiyməti 278.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, endirim etmək də mümkün olacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Çox təcili və çox münasib qiymətə Yeni Yasamalda 2 otağa düzəlmə ideal təmirli kubcalı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Məhəmməd Xiyabani küçəsində 286 saylı orta məktəbin yaxınlığında yeni inşa olunmuş 14 mərtəbəli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 50 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə ideal təmirli binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzil bütün əşyaları ilə birlikdə satılır. Qiyməti sonda deyəcəyəm, sonadək videomuzu izləyin. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərəsiniz və yaxud da bizə zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik.
Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində 286 saylı orta məktəbin yaxınlığında yeni inşa olunmuş 14 mərtəbəli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 50 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə, qazı, suyu, işığı daimi olan, sənədi kupçu olan, ipotekaya yararlı olan bir mənzildir. Mənzil bütün əşyaları ilə birlikdə satılır. İsitmə sistemi kombidir. Hal-hazırda belə bir təmirli mənzillər bu binada 600-700 manata kirayə təklif olunur. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 150 min manatdır. Real alıcı olduğu təqdirdə endirim etmək də mümkündür. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.